Əziz tələbələr, sizə imtahanda uğurlar arzu edirəm. Gözəl nəticələrə. Magistr! Salam, mən Qasımzadə Mədinə, Lənkəran Dövlət Universitetinin məzun tələbəsiyəm və hal-hazırda Azərbaycan Dövlət İnsan Universiteti magistrant tələbəsiyəm. Əldə etdiyim uğura baxanda bu təkcə mənim uğurum yox, həmçinin uğurumun arxasında dayanan, zəhmətini, səbrini, inamını heç bir zaman əsirgəməyən və sən bacaracaqsın hissini aşlayan Amid müəllimin uğurudur. Çünki Amid müəllim bizə təkcə müəllim yox, həmçinin dostumuz, sirdaşımız oldu. Çünki mənim fikrimcə hər bir tələbənin həyatında dönəm-dönəm məndə alınmaz, mən buraxmaq istəyirəm, dayandırmaq istəyirəm hissləri yaranır və mənim də o dönəm o hisslərə qapılmışdım ki, dayandırmaq istəyirdim. Amma çox sağ olsun ki, Amid müəllim icazə vermədi və mən bir gün magistrant adını qazandım. Mənim fikrimcə hər bir tələbənin həyatında siz tək bir müəllim olmalıdır. Hər şey üçün çox sağ olun. Sizə arzum budur ki, daha çox tələbənin həyatına uğur qatmağınızı arzulayıram. Yaxşı ki varsınız. Salam, mən Muradov Turad. Lənkəran Dövlət Universitetinin Turizm işinin təhkiliyyat ixtisasını bakalavrizdə bitirmişəm. Bildiyimiz kimi, bu il fevral ayında keçirilən magistratura qəbul imtahanında uğurlu nəticə əldə edərək Lənkəran Dövlət Universitetinə qəbul olmuşam. Bu uğurlu nəticəmdə ən çox topladığım bal məntiq fənni üzrə olmuşdur. Buna görə də məntiq müəllimi Amid müəllimə dərin minnətdarlığımı bildirirəm. Bu yolda təkcə mən yox, bir çox qrup yoldaşlarım, dostlarım Amid müəllim sayəsində uğurlu nəticə əldə etmişdir. Amid müəllim bizim üstümüzdə əziyyəti danılmazdır. Uğurlu nəticənin əsas səbəbi də müəllimin peşəkarlığı və dərs metodudur. Salam, mən Aslanov Sahib, magistratura üzrə Azərbaycan Dövlət Texniki Universitetinin strateji menecment ixtisasına qəbul olmuşam 51.5 balla. Bu yolda mənə çox böyük dəstək olan, köməklik edən və elm verən Amid müəllim, məntiq müəllimi, Rahim müəllim, informatika müəllimi, bir də ingilis dili müəllimi Əsmər müəllimə çox böyük və dərin təşəkkürlərimi bildirirəm. Onların sayəsində təbii ki, mən ürəyim istəyən ixtisasa və ürəyim istəyən universitetə daxil ola bildim. Hər birinizə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun ki, mənə bu yolda böyük şəkildə dəstək verdiniz. Allah razı olsun. Hamıya salam, mən Məcidli Xavər, Lənkəran Dövlət Universiteti İbtidai sinif müəllimliyi ixtisasının məzunuyam və artıq Lənkəran Dövlət Universiteti Təhsil Nəzəriyyəsi və Tarixi ixtisası üzrə magistrantam. Magistr imtahanında göstərdiyim nəticəyə və həmçinin bu uğura gedən yolda göstərdiyi əvəzsiz dəstəyə görə məntiq müəllimim Amid müəllimə sonsuz təşəkkürlərimi bildirirəm. Hər kəsə salam. Mən Novruzova Nazənin. Mən də Novruz Nərmin. Biz magistratura ixtisasına qəbul olmuşuq. Mən Lənkəran Dövlət Universitetinin Kimya və Biologiya müəllimliyi ixtisasını bitirmişəm. Mən də Lənkəran Dövlət Universitetində Tarix müəllimliyi ixtisasını bitirmişəm. Hal-hazırda isə Azərbaycan Tibb Universitetinin Sənayedə Əzaçılıq Analizi ixtisasına qəbul olmuşam. Mən isə Turizm və Menecment Universitetinin Arxeoloji və Tarixi Memarlıq abidələrinin mühafizəsi ixtisasına qəbul olmuşam. Eyni ailədən iki övladın universitetə qəbul olması təbii ki, bizim üçün həm sevinc, həm də qürurdur. Bu uğuru qazanmağımızda bizdə əməyi olan müəllimlərimizə təşəkkür edirik. Xüsusilə məntiq müəllimimiz Amid müəllimə, informatika müəllimimiz Rahim müəllimə təşəkkürlərimizi bildiririk. Ümid edirik ki, hər ikimiz seçdiyimiz sahədə uğurlu bir mütəxəssis olacağıq. Hər kəsə Təşəkkürlər. Sağ olun. Salamu aleykum. Mən Hüseynzadə Miryusif magistratura imtahan nəticəsində Lənkəran Dövlət Universitetinin İdarə Etmə İnformasiya Sistemləri ixtisasına qəbul olmuşam. Bu yolda əziyyəti keçən dəyərli müəllimlərimə çoxlu təşəkkürlərimi bildirirəm. Başda dəyərli məntiq müəllimi Amid müəllimə öz dərin minnətdarlığımı bildirirəm. Eləcə də informatika müəllimim Rahim müəllimə və ingilis müəllimim Gülnar müəllimə çoxlu təşəkkürlərimi bildirirəm. Allahın izni ilə müəllimlərimin zəhməti və öz əməyim nəticəsində bu gün artıq mən magistr tələbəsiyəm və müəllimlərimə çoxlu təşəkkürlərimi bildirirəm. Mən Lənkəran Dövlət Universitetinin Azərbaycan dili ədəbiyyat müəllimliyi ixtisasının məzunu Aytəc Əliyeva. Bildiyimiz kimi bu il keçirilən magistratura imtahan nəticəsində Azərbaycan Turizm və Menecment Universitetinin maliyyə ixtisasına daxil oldum. İmtahanda ən çox nəticə göstərdiyim fənlərdən biri də məntiq olmuşdur. 50 sualdan 35 sualı doğru cavablandırmışam. Bunun üçün Amid müəllimə dərin təşəkkürümü bildirirəm. Çünki imtahan boyunca Amid müəllim təkcə bizə müəllim rolunu deyil, həmçində motivasiya mənbəyi rolunu oynayırdı. Həmişə bizə inamlı olmuşdu, bizə güvənini itirməmişdi. Buna görə Amid müəllimə sonsuz təşəkkürümü bildirirəm. Həmçinin
Bunu demək istəyirəm ki, Amid müəllim məncə sadəcə region üzrə deyil, Azərbaycan üzrə ən yaxşı məntiq müəllimlərindən biridir. Ona həmişə biz borclu olacağıq. Bununla yanaşı Rahim müəllimə də özlərini təşəkkürümüzü bildirirəm. Çünki informatika üzrə də 25 sualdan 15 sualı doğru cavablandırmışam. Salam, mən Əliyeva Nuranə. Lənkəran Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının məzunuyam və artıq Lənkəran Dövlət Universitetində təhsildə monitorinq və qiymətləndirmə ixtisası üzrə magistrantam. Magistratura səviyyəsi üzrə keçirmiş imtahanda əldə etdiyim nəticələrə, qazandığım uğurlara və hər zaman bizə dəstəyinə görə Amid müəllimə sonsuz təşəkkürlərimi bildirirəm. Mən Təhman Seyid, Lənkəran Dövlət Universitetinin məzunuyam. Azərbaycan Turizm və Menecment Universitetinə magistratura səviyyəsində qəbul olmuşam. Sırf buna görə də Amid müəllimə çoxlu təşəkkürlərimi bildirirəm. Salam, mən Muxtarova Vüsalə, magistratura üzrə Lənkəran Dövlət Universitetinin coğrafiyanın tədris ixtisasına dövlət sifarişli əsasında qəbul olmuşam. Bu yolda bilik və təcrübəsini əsirgəməyən, məntiq və informatika müəllimlərim olan Amid və Rahim müəllimimə dərin minnətdarlığımı bildirirəm. Bu uğurda onların rolu danılmazdır. Hər iki müəllimimə diqqət və dəstəyinə görə sonsuz təşəkkürlərimi bildirirəm. Hər kəsə salam. Mən Lənkəran Dövlət Universitetinin Tarix müəllimliyi fakültəsinin məzunu Caniyeva Sevda. Bildiyiniz kimi bu il magistraturaya qəbul imtahanı keçirildi və mən məhz buna uyğun olaraq məntiq, informatika, eləcə də ingilis dilindən hazırlıqlara başladım. Bu yolda mənə daima köməklik göstərən Amid müəllim, Rahim müəllim və Gülnarə müəlliməyə sonsuz təşəkkürümü bildirirəm. Xüsusilə də humanitar biliyim texniki biliyimdən qat-qat üstündür deməyimə baxmayaraq, Amid müəllim sayəsində məntiqdən 32 düz yazdım. Ona görə də riyaziyyatı zəif olan tələbələr bunu özünə kompleks etməsin. Məhz düzgün müəllim seçimi sayəsində uğuruna nail olmaq mümkündür. Mən Ağayeva Aysoy, Lənkəran Dövlət Universitetinin İqtisadiyyat ixtisasının məzunu olmuşam və hal-hazırda Azərbaycan Dövlət Sənaye Universitetinin İstehsal və Əməliyyat Menecmenti ixtisası üzrə magistr pilləsinə qəbul olmuşam. Bu əziyyətli, keşməkeşli yolda bizə dəstək olan, bilik verən, dost olan Amid müəllim və Rahim müəllimə sonsuz təşəkkürlərimi bildirirəm. Qəbul olan hər kəsi təbrik edirəm və uğurlar arzulayıram. Mən Əlizadə Rəşid, Lənkəran Dövlət Universiteti Kimya və Biologiya ixtisasının 5-ci kurs tələbəsiyəm. Təxminən 3-4 gün bundan əvvəl keçirilən magistr qəbul imtahanının region üzrə ən çox məntiq fənni üzrə bal toplamış gənci mənəm. Bu 50 bal üzərindən 44 bal nəticədir. Təbii ki, bu böyük bir uğurdur, amma bir uğur tək Rəşidin üstündə yüklənəcək qədər bir uğur deyil. Bunun memarı var, hal-hazırda yanımda olan, hal-hazırda videonu çəkən Amid müəllimdir bunun memarı. Bu nəticəni göstərməmin təməli Amid müəllimdən başlayır. Çünki sosial mediada hər birimiz görürük, bəzi uşaqlar heç işləmədiyi suallarla qarşılaşıblar. Ən çox qabağıma çıxan akvarium sualıdır ki, 90% tələbə imtahanda görüblər o sualı ki, biz artıq imtahana qədər o sualın neçə cür formasını işləmişdik. Bu onun göstəricisidir ki, həqiqətən də müəllim həm düzgün nəticəni verə bilən formatda məşğələləri keçir, həm də uşaqları düzgün yönləndirir. Artıq o imtahana girəndə mənim işləmədiyim sual yox idi. Düzdür, səhvlərim var. 6 dənə səhv var. 6 səhvi də sonradan baxanda özüm çox gözəl bilirəm ki, bunlar hər biri diqqətsizlik səhvidir. Hər birini Amid müəllimlə biz artıq məşğələlərdə dəfələrlə işləmişdik və açıq danışmaq lazımdırsa, biz nəticəyə biraz pis olduq, çünki biz tam nəticə gözləyirdik. Çünki biz bilirdik ki, orada bizim işləmədiyimiz, bizim məlumatımız olmayan bir sual yox idi. Yəni 50 ballıq nəticəni göstərmək mümkün idi. Təbii ki, bu da özüm sayəsində yox, Amid müəllim sayəsindədir. Mən müəllimə təşəkkür edirəm və həqiqətən də Lənkəran Dövlət Universitetinin regiondakı tələbələrdən bəziləri artıq məni çox yaxşı tanıyırlar. Hər birinə tövsiyə edirəm ki, düzgün məntiq məşğələsi axtarırsınızsa, yəni ünvanı bilirsiniz də, özünüzü yormayın. Magister
Leyla, imtahan nəticələrini necə gözləyirsən inşallah? Müəllim, inşallah 30 gözləyirəm. İnşallah keçim pulsa düşürsə. İnşallah. Zeynəb necə gözləyirsən? İlk öncə hamıya uğurlar diləyirəm. İnşallah sizin əziyyətli dəyərləndirərik. Məqsədim 30 olacaq. Ayşə necə gözləyirsən imtahana? Müəllim, inşallah məntiqdən yoxsa ümumi müəllim? Fərqi yoxdur. Məntiqdən 40 plus, ümumi də 50 plus. İnşallah. Mən gedəm. Ayşə necə gözləyirsən imtahanda? Uşaqlar arzuların? İnşallah hamısı uğurlu keçər imtahan, istədiyi kimi keçər. 35-ə yaxın gözləyirəm. İnşallah. Misalən, uşaqların arzuların və imtahanda nəticən 35 plus gözləyirəm. İnşallah hər kəsin ürəyincə olur. inşallah. Hamıya uğurlar. 35 plus gözləyirəm. İnşallah. Aytət sən? İnşallah mənim hər kəsin istədiyi bal toplayar. 35-dən yuxarı hər halda. İnşallah. Rəfiqə necə gözləyirsən imtahanda? İnşallah 30 plus. İnşallah. Ümumi nəticəndə yaxşı olacaq. İnşallah. Sevinsən? Həmçinin müəllim inşallah ki 30 plus yığaram, hər kəsə uğurlar. İnşallah, inşallah. Jalə getmə. İmtahan barədə təəssüratları necə yazacaqsan? Məntiqdən 35 plus gözləyirəm inşallah. İnşallah. Tofiq, Hamıya uğurlar. İnşallah 65 plus ümidim var. İnşallah yaxşı olur. inşallah. Nazanin necə gözləyirsən? 45 plus. İnşallah. Sevdə xanım siz? Müəllim inşallah 50, amma ki Allah nəsib eləsə 30-dan yuxarı yazaram ki, qoy balım yüksək gəlsin. İnşallah. Nərmin sən? Mənim 35 plus istəyirəm. İstəyirəm. Gözləmirəm, istəyirəm. İnşallah. Miri imtahan barədə təəssüratları necə gözləyirsən? İnşallah müəllim 35 plus deyə yuxarı gəlsin. İnşallah. Çingiz sənin imtahan barədə təəssüratların? 30 plus müəllim. 30 plus. Munis səndə? 30 plus yox, 30 elə bəsdir kanka. 30 plus. Heybət səndə? 45 plus gözləyirəm. Ümumi nəticə yoxsa boş məntiq? Ümumi nəticə 70 plus gözləyirəm. İnşallah. Baloğlan sən? 35 plus. 35 plus. Rəşid, imtahan barədə təəssüratları necə yazacaqsan? Mən nəticə gözləmirəm. Mən sizdən qonaqlıq gözləyirəm, özünüz bilirsiniz. Sözüm sözdür, narahat olma. Nə vaxt inşallah? Necə yazacağını de sonra. 45 plus Berlindədir. Yaxşı. 45 plus günü sabah. Buyur. Masikə çəkirəm. Fərid, təəssüratların və imtahan barədə İnşallah müəllim çox yaxşı keçəcək inanıram. Məntiqdən də elə 35 plus 35-40 arası gözləyirəm. İnşallah. Hamıya uğurlar. İnşallah 30 plus gözləyirəm də. İnşallah. Cavidən ilkin buyur Cavidən. İnşallah mənim məntiq 35 plus imtahan da ki inşallah yaxşı olar. İnşallah. Fərid səndə? Allah təvəkkül edirik də, baxa görə başımızdan oynayalım. Ya neçə gözlə Fərid? 30 civarında gözləyirəm də inşallah. İnşallah. Sahib sən? Hamıya uğurlar. Mən də nə oldu? Hə danış da. Hamıya uğurlar. Mən də 33 gözləyirəm inşallah. İnşallah, inşallah. Turaz getmə bura gəl. Neçə? İnşallah 35 plus. 35 plus inşallah. Kim qaldı? Fəridə neçə gözləyirsən? 34-35 belə. Nəzrin sən? 34 plus. 34 plus. 35 plus. 30 plus. Ulduz müəllimi nə şirin alacaqsan? Mən deməyim də uzun. Sürpriz olsun. Yaxşı. Sən neçə gözləyirsən? Məntiqdən. Fərq yoxdur, ümumi nəticələr deyirsən. Olaraq inşallah 50-dən yuxarı yazarıq. Hamıya uğurlar. Kimsə qaldı, onunla müsahibə götürmədi. Kimsə qaldı. Nurlan, sən deməmsən, Nurlan hara getdin sən? Allah səni saxlasın. Nurlan müəllimə qonaqlıq verməkdən qaçırsan. 25 məntiq inşallah. 25 deməyəm, mən səni amma çox gözləyirəm.